Müəllim, verilişimizin başlığını da belə qoymuşuq ki, Əli Kərimlinin həbsi nə məqsəd daşıyır? Mənim yadıma gəlir, biz tez-tez danışırıq, demək olar hər gün danışırıq, müzakirələr edirik. Ramiz Mehdiyev məsələsi gündəmə gələndə, birinci gündən bu tezislər artıq var idi ki, məsələ həm də Əli Kərimli məsələsidir. Mən sizə nə yazmışdım? Bir 2-3 gündən sonra Ankara'dan ya İstanbul'dan sənə yazdım birbaşa. Nə yazdım İlqar? Dediniz, bu məsələ Əli Kərimlini bitirəcək, aparacaq həm də. Yəni onu deyirəm ki, o məlumatdan dərhal sonra birinci şərhiniz bu olmuşdu. Yəni Ramiz Mehdiyev xəbəri siz havada olarkən çıxdı ortaya. Siz məlumatı öyrəndiniz, sonra danışdıq, müzakirə apardıq. Siz dediniz ki, bu məsələdə Əli Kərimli də gedəcək. Və bu tezislər günü-gündən güclənir. Yəni müxtəlif müstəqil siyasətçilər, jurnalistlər, politologlar bu fikirləri də bildirirlər və ayın 29-da bu fakt reallaşdı. Bu ilə bağlı Əvəz müəllim, sizin fikirləriniz, düşüncələriniz, bu həbslə bağlı, bu belə deyək də fikirlərin ortaya atılmasının səbəbləri nə ilə bağlıdır və bunu geniş şərh etməyinizi istəyirəm. Bizim deməli İlqar, əvvəlcə Əli Kərimli bitməz. O, sən də deyirsən sualında ki, dedin ki, Əli Kərimlini bitirəcəklər filan. Yəni azadlığını bitirəcəklər, değil mi? Əli Kərimlini müdafiə etmək ağlımın ucundan belə keçmir. Bunu hər kəs bilsin. Hamı bilir, mən nə cəbhəçi olmamışam heç bir zaman, nə müsavatçı, müxalifətçi, müsavatçı olmamışam, nə deyək ki, digər partiyaların üzvü olmamışam. Yəni, mən partiyasız olmuşam hər zaman. Talihim elə gətirib ki, müstəqil olmuşam. Bu müstəqil olmaq eyni zamanda bərabərində mənə bir çox problemlər gətirir. Həm hakimiyyətdən məsafəli olmuşam, həm müxalifətdən məsafəli olmuşam, yanlışları görmüşəm, deməyə çalışmışam. Yəni, və elə tələbəliyimizdən də belə olmuşuq. Və mən həmişə yazırdım ki, indi də elə fikirləşirəm ki, Azərbaycanda bir qurbanlıq nəsil var. Qurbanlıq nəsil. Biz o qurbanlıq nəsilik. O həm də qızıl təbəqədir. Mən Xural qəzetində çox yazmışam. O günü gələndə sənlə Xural qəzetinə baxırdıq. Orada İlham Əliyevin portretini gördüm, bəxtsiz cavan deyə İlham Əliyevə prezident seçkiləri dövründə bir portret yazı yazmışdım. O zaman mən müsahibələr götürürdüm prezidentliyə namizədlərdən. Mənim prezidentim deyilən Xuralın belə bir layihəsi var idi. Götürmədik, müsahibə götürə bilmədiyim insanlara isə qiyabında portret yazırdım və rəhmətli Heydər Əliyevlə İlham Əliyevlə müsahibə götürə bilməmişdim. Sabir Rüstəmxanlı ilə müsahibə götürə bilməmişdim. Onların da qiyabən onlara bir portret yazmışdım. Yəni biz həmişə məsafədə olmuşuq. Mən şəxsən həmişə məsafədə olmuşam. Zaman-zaman da məsafədə olduğumun doğru olduğunu hiss eləmişəm. Həyat mənə göstərib ki, yəni AXCP normal olsam Əvəz Zeynallı orada olmalıdır da. Düzdürmü? Yəni cəmiyyətdə orada olmalıyıq da hamımız. Müsavat mənim arzularıma, gözləntilərimə cavab versə orada olaram da mən. Uzun illər Sərdar bəylə bizim dostluğumuz olub. Mən gedərdim, elə olardım ADP-də də. Həmişə biz Türkiyədən gələndə ADP bizə otaq ayırıb, biz orada Böyük Gələcək Təşkilatı kimi fəaliyyət göstərmişik. Gedərdim Yeni Azərbaycan Partiyasında olardım da. Yəni, bugün mənim dediyim odur ki, Azərbaycanda belə məni kimi, səni kimi minlərlə insan var ki, qurbanlıq nəsildir. Nə ora gedə bilmir, nə bura gedə bilmir. Həqiqəti deyəndə ay kişi, Əli Kərimli burada haqlıdır. Hamı o zaman yurtçu deyirdi. Arkadaş, burada müsavat haqlıdır. Hamı
müsavatçı deyildi. Belə bir mərəz var Azərbaycanda. Bu mərəz Azərbaycanı bu hala gətirib çıxartdı. Bu günlərə gətirib çıxartdı. Konkret sualımıza gəlincə, Ramiz Mehdiyev həbs olunandan bir neçə gün ərzində dərhal hakimiyyət böyük təbliğata başladı. AXCP, Müsavat partiyaları ləğv olunmalıdır, qadağan olunmalıdır. Əli Kərimin üzərinə böyük bir dalğa gəldi və mən onda sənə yazdım ki, mənə elə gəlir ki, Əli Kərimlinin qələmi ən yüksək səviyyədə qırılıb və bu dalğa Əli Kərimlini həbsə aparacaq. O zaman biz müzakirə elədik ki, olarmı, mümkündürmü? Və mən izah etməyə çalışdım ki, bəli, olar, mümkündür, beynəlxalq şəraiti yetişib. Azərbaycanda bunu eləmək hal-hazırda mümkündür. Siyasi konjunktura onu yapa bilər. Bilirsinizmi? İngiltərədə bir maraqlı söz var. Bilirsiniz də, İngiltərə klassik parlamentarizmin əsas ölkəsidir. Klassik parlamentar rejimin ideal mərkəzidir İngiltərə. İngiltərədə bir söz var. Lordlar Kamerası haqqında, daha doğrusu İngiliz parlamenti haqqında bir söz var. Bir misal var. 100 illərdir, 1000 illərdir gəlir. Deyirlər ki, İngiliz parlamenti, İngiltərə parlamenti qadını kişi etməkdən başqa hər şey eləyə bilər. Belə bir maraqlı bir məsələ var. İndi Azərbaycanda siyasi hakimiyyət, konkret ölkənin prezidenti bütün erk əllərindədir və o hər şeyi eləyə bilər. Yəni, Azərbaycanda bugün İlham Əliyevin hə deyib də eləməyəcəyi heç nə yox. Hətta İngiliz parlamentindən də güclüdür İlham Əliyev. Kişiləri də qadın eləyə bilər. Yəni, o həddə güclüdür. Doğrudan. Deməli, söhbət burada əsla və əsla Əli Kərimlinin şəxsindən getmir. Mən Əli Kərimlinin şəxsindən danışmaq istəmirəm. Əli Kərimlinin şəxsi keyfiyyətləri naqis ola bilər, çoxlu etirazlarımız olub, mənim də çox etirazlarım olub. Yazmışam da, pozmuşam da, hətta sən dünən ya sırağa gün mənə Cəmil Həsənliyə yazdığın bir yazını tapdın, göndərdin. O zaman mənim də üzərimə zaman-zaman bu cəbhəçilərin hücumları gəlib, dalğalar gəlib. Söhbət ondan da getmir. İndi bilirsən, moddadır, dəbdədir. Hamı cəbhənin və Əli Kərimlinin müəyyən xüsusiyyətlərindən danışırlar. Biraz da öz həbsim yadıma düşür. Sual verilir, niyə Əli Kərimlini cəmiyyət müdafiə eləmir? Onun partiyası hanı? Hanı 60 minlik, sən də məndən soruşursan. 100 minlik AXCP. Hanı cəmiyyət? Onun mənim üçün bugün bunu danışan Əvəz Zeynal üçün heç bir dəxli yoxdur. Məndə də soruşurdular. Bugün də hörmətli Sevinç Telman qızı, hörmətli Natiq Cəfərlidən onu soruşurdu ki, Əvəz Zeynallı tanınmış bir jurnalisti, aparıcıdır, çoxlu adamlar onun verilişinə baxırdı. Niyə onu da müdafiə eləmədilər? Natiq Cəfərli deyir ki, Əvəz Zeynallı siyasi təşəkkülü yox idi ki, siyasi partiyası yox idi ki. Yəni, söhbət fərddən getmir. Ola bilər Əvəz Zeynalını niyəsə müdafiə eləmədilər. Mən bilirəm, məsələn. Əli Kərimlini də o səbəbdən müdafiə eləməyə bilərlər. Bu dəqiqə WhatsApp mesajları rol oynayır, tapşırıqlar, siyasi partiya sədrlərinə sərəncamlar. Biz bu problemi bilirik. Millət vəkilləri, parlament üzvləri Əli Kərimlidən o zamandan haqq hesab deyək ki, güdənlər. Yəni, mən
Azərbaycanda baş verən daha ağır bir faciədən narahatam. Fərd olaraq Əli Kərimlinin həbsinə etiraz edirəm. Əli Kərimli müdafiə edirəm. Əli Kərimli siyasi və vicdan məhbusudur. Əli Kərimli olmayan cinayətə görə həbs olunub. Birazdan sonra onun detallarına girərik istəsəniz. Mən fərd olaraq da hər bir kişi, normal Azərbaycan kişisi ona olunan yaxşılığı da pisliyi də normalda unutmamalıdır. Hər kişi pisliyi unutar. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq hər kişinin işidir. Amma yaxşılığa yaxşılıq hər kişinin işidir. Hər kişinin işidir. Böyüksənsə yamanlığa yaxşılıq nərsənsə nərin işidir. Hər kişi kimi Əli Kərimliyə təşəkkür, müdafiə borcum var. Ən ağır vəziyyətimdə Əli Kərimli məni müdafiə edir. Ən ağır vəziyyətlərdə. Üzr istəyirəm. Tamaşaçılardan anamla mənim ən çox tənqid eləyənim anamdır. Burada da Məlahət xanım oturub. Maşallah, onlar da bir dənə qüsurum olmasın yanlarında məni dərbədər eləyərlər. Deməli, fərd olaraq mən onu müdafiə eləyirəm. Fərd olaraq da mən fikrimi deyirəm. Amma qurum olaraq təhlükəlidir, İlqar bəy. Azərbaycanda söz azadlığı, fikir özgürlüyü, düşüncə sərbəstliyi məhv olur. Etiraz elektoratı, narazı elektorat məhv olunur. Qurumsal olaraq ölkəni məhv eləyirlər. Nə deməkdir AXCP ilə müsavatı ləğv eləmək? O yanlış ənənə hardan gəlir? Bu ölkədə elə bir şey ola bilərmi? O ənənə niyə gəlməlidir ölkəyə? Nə baş verib ki? Tənqid olunan hər kəsi belə eləmək lazımdır. Tənqid olunan hər kəsi tutub ömürlük həbs eləmək lazımdır. Təhlükənin siqnalları oradadır. Fərd olaraq kimsənin Əli Kərimlidən xoşu gəlməyə bilər. Mən fərd olaraq deyərəm ki, sən nətər müxalifətli deyirsən? Necə olur? CHP-də İstanbul təşkilatına qəyyum təyin olunanda CHP ayağa qalxır, 2 milyonluq miting keçirdir. Sən də bunu məndən tez-tez soruşursan. Necə ola bilir? CHP orada belə müxalifətli yeri göyü dağıdır. Sən 5000 adam çıxara bilmirsən. Bunu soruşmaq olar. Amma eyni zamanda onu da cavablandırmaq lazımdır. Necə olur ki, ölkə bu qədər qorxu mühitinə girir? Ən böyük vallahi təhlükə elə hakimiyyətin özü üçündür. Azadlıqlar ləğv olunur. O pisdir. Totalitar düşüncə hər yerə sirayət eləyir. Partiya sədrləri Əli Kərimlinin əleyhinə danışmaq üçün növbəyə düzülür. Bax, təhlükə budur, İlqar bəy. Təhlükənin miqyası qurumsal olaraq, təşkilati olaraq müxalifətçilik zehniyyətini ortadan qaldırmaqdır. Mən narahatlığım ondandır. Biri gələr, biri gedər. Əli Kərimli partiya sədridirsə, Əli Kərimli liderdirsə, geçsin partiya sədrliyinin, liderliyinin gərəyini yapsın. Bu dünyada bir Nelson Mandela münasib bir nümunəsi var. Nelson Mandela 27 il həbsdən sonra gəlib prezident olur. Mənə bir adam dedi, sən nədən inciyirsən, kimdən inciyirsən? Özün girməyibsən bu yola, dedim, bəli. Hər başa gələnə razı olacağını özün özündə
Kəsdirməyibsən, dedim, bəli. Dedi, onda sən niyə narahatsan ki? Sən kimdən inciyirsən ki? Özümüz, hamımızın yolumuz özümüzün seçdiyimiz yol. Yəni, qurum olaraq narahatam ki, ölkə totalitarizmdən xilas olmalıdır. Ölkə bu qədər total olmamalıdır. Deputatlar, baş redaktorlar, jurnalistlər, nə bilim, vəzifəlilər, ağsaqqallar, qarasaqqallar, hamı insanın əleyhinə növbəyə düzülüblər. Bunu yanlış hesab edirəm.